CBC Sport təzə açılanda yayım hüquqlarını alınırdı. Yəni top 5 ölkələrdən səbəbsə İtaliya alınırdı və Azərbaycan çempionat oyunlarının da yayım hüququnu artıq İdman Azərbaycandan götürmüşlər, onları keçmişdi və onlar casting axtarırdılar. Casting eləymişlər, şəxsi axtarırdılar. Fikirləşdim ki, kimə demək, o nə də desək, nə də deməsək, razılaşaq ki, ora istənilən halda Elxan Məmmədovun icazəsi olmadan heç kim yaxın düşə bilməzdi. Buna kimsə elə deyilmə, inanmayacaq. Səbəbini də indi deyəcəm. Zəng vurdum Elxan müəllimə. Elxan müəllim. Baş özünə. Bəli. Çox çətinliklə oldu, tapdım. Düz iş adamıdır, başa düşürəm. Yazdım, danışdım. Dedim, Elxan müəllim, bəs belə bir şey var. Mən istəyirəm, ora keçim. Mümkünsə bir də mənə kömək eləyəcəksiniz. Həmin vaxt harada çalışırdın, harada işləyirdim? Topazlıydım. Elə eyni top. Bəli. Mən sizə söhbət edirəm bir 6-7 ilin söhbəti. 2015-ci ildə aşağı. CBC Sport. Elə. Ehtimalı 2015-in yayında olub bu söhbət. Bəlkə də sonra 16, bəlkə belə. Yəni ki, onda CBC Sport artıq fəaliyyət göstərirdi. Necə? Onda artıq CBC Sport fəaliyyət göstərirdi. Elxan müəllim ki, burada mənim bir şey yoxdur axı. Sən Volkan bəylə danışsan, Elxan müəllim, başa düşürəm, Volkan bəylə danışa bilərəm, amma bir atalarında məsələ var ki, dəvədən böyük fil var. Valla belə demədim bəlkə də, amma dedim ki, yəqin ki, siz desəz problem olmaz. Yaxşı. Belə bir söz oldu. Okey. Üstünə bir müddət keçəndən sonra, bilmirəm, 5 gün keçdi, 10 gün keçdi, 15 gün keçdi. Bir Topazın qapısı açıldı. Firuz Abdullayev girdi içəri, o vaxt AFFA'nın mətbuat katibi. Və Rüstəm Əfsərli. Hansı ki, indi Elçi Futbol Klubunda işləyir, çalışır. Yəqin ki, qoymazlar mən yalan danışım. İndi bunu etiraf eləməzlərsə, yəni danarlarsa, daha bilmirəm. Soruşdum ki, Elxan müəllim, nə fikirləşməliyəm? Elxan müəllim deyib, ona görə gəlmişsiniz. Elxan müəllim nə deyib ki? Bəs belə, mən Elxan müəllimə dedim ki, belə bir şey istəyirəm. Təxminən o danışıqdan neçə gün sonra olmuşdu? Dedim, bilməm, 5 gün, 10 gün, 15 gün. Maksimum 1 ay. Yəni ondan o tərəf olmaz. Düzürsün. Yəni şərhçiliyə dönmək istəyirdiniz də, ona görə xahiş eləmişdiniz. Bəli. Ən azı mən bildiyimə görə televiziyada o casting üçün söhbət gedir. Bəli. Belə bir söhbət elədim. Rüstəm Əfsərli deyir ki, sən ona niyə deyirsən? Mənə nədir? Mən şərhçilər qrupunun rəhbəriyəm. Dedim, rəhbərisən, necə eləyəbəz? Görüşüb söhbət eləyərik. Dedim, yaxşı. Görüşmüşdünüz deyil? Razılaşdıq, yox. Dedi ki, dedim, bəs ona görə gəlmişsiniz. Dedi, yox, burada çörək yeməyə gedirik. Nə oldu, bu vaxta kimi keçəndə buradan gəlib o Asfiyada düşməyib, indi çörək yeyəndə Asfiyada düşür. Yəni, bilirsiniz, bəlkə də çörək yeməyə gedirdilər və yaxud oradan Asfiyada yenə də çörək yeməyə gedəcəklər. Amma yenə də deyirəm, bu 10 il ərzində bir dəfə oradan keçəndə Asfiya gəlib qapısını döyüb. 10 yox, 14 ildə. Qapınızı tanıyırdılar, həmin o Topazın? Necə oldu tanıdılar bəs? Söhbət o bayaq dediyi 100 Topazdan gəlir. Bəli, 14 ildə bir binanın altındayım mən. Həzrət Salon metrosunu. Orada elə kimdən soruşsaq Asfiyın Topazı göstərəcəm. Neysə, bir müddət sonra Rüstəmdən görüşdüm mən. Elə Başxanov stansiyasına üzbüz, elə orada parkda Ağa Səlimin çayxanası deyirlər. Ağa Səlimin çayxanasında yoxsa kimin? Neysə. Razində? Bəli. Rəhmətli Ağa Səlim. Ağa Səlimin çayxanası. Oturdu söhbət elədik. Dedim, belə. Fikrim budur qəti. İnsafən mənə demədi ki, Asif sənin məsələvi həll edərəm. Amma mənə söz verdi ki, mən səni Volkan bəylə görüşdürəcəm. Okey. İndiyə kimi görüşürük? Qardaş, mən səndən xahiş eləməmişəm mən sənə. Bu sözü mənə de. Mən sənə məcbur eləmədim ki, mənə dinən ki, bu sözü eləyəcəksən. Eləməyəcəksiniz, niyə söz verirsən? Söz vermirsən, niyə eləmirsən? Yaxşı, şəxsilər qrupunun rəhbəri Rüstəm Əfsərli idi, amma eyni zamanda CBC Sportda sizin digər həmkarlarınız da var idi. Kim? İdman jurnalistikası olan bir çoxları, onların münasibətimiz Sən orada işləməmsən? Təbii ki, mən qərar verici deyil.
Mən sadəcə orada müxbir idim, sonra da şərhçi. Bəs kim idi qərar verən adam? Yox, məsələ ondadır ki, yəni Rüstəm Əfsərli ilə danışdı, alınmadı. Düzdürmü? Başqa heç bir həmkarın yox idi CBC Sportda. Deməli, Onunla danışasan deyəsən ki, nə oldu? Bilmədin Rüstəmdən xəbər gəldi və deməli məsləhət olmuyor. Deməli məsləhət olmuyor. Onda elə fikirləşirsən ki, yəni qərəz var, Yox, mən bilisinə fikirləşdim. Yəqin ki, özü mən dönədən orada Rüstəmə dedim ki, Rüstəm, mənim niyyətim bilisinədir. Mən Topazda işləyirəm, o vaxt Topaz maşallah əla idi. Yəni indiki ilə müqayisədə gəlirim yaxşı idi. Bazarda tək idi, deyil mi? Tapaza maşallah Bəli. ayılmaz. Hə, amma bilirsiniz nədir? Digər tərəfdə yenə də deyirəm, tərifləmək kimi yox. Mən sizə lazım ola bilərəm. Yəni mənim şərhçiliyim sizə lazım ola bilər ki, gəlim həftədə bir dənə oyun şərh edeyim, müəyyən X məbləğini alım, çıxım gedim. Bəlkə siz fikirləşirsiniz ki, mən orada kimisə yerinə göz dikirəm. Elə bir şey yoxdur və ola da bilməz. Çünki mənim artıq nə yaşım, nə səbrim var ki, gedim səhər saat 9-dan axşam 6-ya kimi minimum orada oturum, Ursan sözü var, zəngdən zəngə kimi. Elə həvəsim, niyyətim yoxdur. Bunu da görüşdə demişdim. Demişəm. Ola bilsin, bəlkə kimsə ondan qorxub ki, nəsə rəhbərlik görə fikirləşər ki, yenə də deyirəm, mən özümü tərifləmirəm.